Salam uşaqlar, bugün yeni bir bölmə ilə həndəsə optika ilə tanış oluruq. Həndəsə optikada ümumiyyətlə biz nələri öyrənirik? Uşaqlar, optika ümumiyyətlə işıq haqqında elmdir. Optika iki yerə bölünür: həndəsə optika və dalğa optikası. Biz həndəsə optikada işığa sadəcə şüalar seli kimi baxırıq. Mənbədən çıxan şüalar seli. Amma dalğa optikasında isə biz artıq işığa zərrəcik kimi baxacağıq. Yaxşı, işıq nədir? Ümumiyyətlə gəlin birinci şüa anlayışından tanış olaq. Şüa işıq enerjisinin daşındığı istiqamətdir. Şüamız işıq enerjisinin daşındığı istiqamətdir. Uşaqlar, işıqla bağlı ümumiyyətlə bir neçə qanun var. Bunlardan ən birincisi də işığın düz xətt boyunca yayılmasıdır. Biz təbiətdə müşahidə edirik ki, işıq düz xətt boyunca yayılır və bu həmin düz xətt boyunca yayılmanı isbat edən əsas anlayışlardan biri də eləməz kölgə anlayışıdır. Uşaqlar, birinci onu başa düşək ki, işıq cismin daxilindən keçib digər tərəfə keçə bilməz. İşıq sadəcə olaraq cismin səthindən bir tərəfə yansıya bilər. Və bu zamanda həmin cismin səthinin arxa hissəsində nə yaranır? Kölgə yaranır. Yəni oraya işıq düşməyən qaranlıq bir zona əmələ gəlir. Buna biz deyirik kölgə. Cisimlərin kölgəsi işığın düz xətt boyunca yayıldığını göstərir və sübut edir. Yaxşı uşaqlar, kölgənin ölçüsü deyə bilərsiniz, nədən asılıdır? Yadda saxlayırsınız, nə qədər işığı cismə yaxınlaşdırsaq, onun kölgəsi bir o qədər böyüyəcək. Böyüyəcək və orada yarım kölgə əmələ gətirməyə başlayacaq. Uşaqlar, bu tam qaranlıq hissəmiz bizim tam kölgəmizdir. O ətrafdakı o qəhvə, daha doğrusu bozuntul rəngdə olan hissələri isə bizim nəyimizdir? Yarım kölgədir. Yarım kölgə haqqında aşağıda da məlumatlar verilib. Yarım kölgəni görürsünüz ki, buradakı kənardakı bu boz hissələr bizim yarım kölgəmiz, orta hissə isə tam kölgədir. Cismin ekrana yaxınlaşdıranda kölgənin ölçüsü kiçilir, amma mənbəyi cismə yaxınlaşdırdıqda isə ölçü böyüyür. Yəni sadəcə bu sözlərdə diqqətli olmaq lazımdır. Əgər mən işığı cismə yaxınlaşdırsam, cismin arxada kölgəsi böyüyəcək. Yenə də deyirəm. Amma əgər cismin özünü yaxınlaşdırsam divara, məsəl üçün, onda onun kölgəsi neyinir? Kiçilmiş olur. Əgər ekranı uzaqlaşdırsam cisimdən, onda kölgənin ölçüsü neyinəcək? Böyümüş olacaq. Yəni, üç cür hadisə baş verə bilər. Ya cisimdən ekran olduğu kimi qalar, birinci halda. İşığı yaxınlaşdırarıq ona. Ya ekranla mənbə yerində qalar, cismin özünə yaxınlaşdırarıq. Ya da mənbə ilə cisim öz yerində qalar, sadəcə ekranı buradan uzaqlaşdırarıq. Yəni, bir neçə hala burada baxmaq olar. Uşaqlar, təbiətdə kölgə ilə tanış olaq. Günəş şüalarının düz xəttli yayılması nəticəsində ağacların, hündür binaların, dirəklərin, yer səthində insanların kölgəsi müşahidə olunur. Yaxşı, bəs burada biz nəyi tapa bilərik? Həmişə yadda saxlayırsınız. Cismin hündürlüyünü biz h-la işarə edək. Kölgənin hündürlüyünü isə h-la. Onda bizə h bölünsün h-imiz təngə sayfanı verəcək. Yəni biz təbiətdə cismin kölgəsi haqqında danışanda ümumiyyətlə bu düsturdan istifadə edəcəyik. Sonra bir də onu da qeyd edelim ki, bəzən bu hündürlüyü sadəcə h-la işarə olunur. Bu kölgənin uzunluğuna isə h' yox, l deyilir. Bu zaman nə edirik? Yenə də təngə sayfamız bərabər olur. H bölünsün l. Burada da diqqət etmək lazımdır. Birinci qanunumuz dediyim kimi işığın düz xətt boyunca yayılma qanunuydu və biz o haqda danışdıq. İkinci qanunumuz isə işığın qayıtması hadisəsidir. Buna bir 2 deyək burada. İşığın qayıtma hadisəsi. Nədir işığın qayıtma hadisəsi? İşıq şüası iki mühitin sərhədinə düşdükdə öz istiqamətini dəyişir və əvvəlki mühitə qayıdır. Yəni bir başqa mühitə keçmir. Düşdü və həmin mühitə yenə də qayıdır, sadəcə o istiqamətini dəyişir. Uşaqlar, bu bizim düşən şüamız, bu isə qayıdan şüamızdır. Yaxşı, düşmə bucağı və qayıtma bucağı nədir? Yadda saxlayırıq. Normal səthə perpendikulyar endirilmiş bir xəttdir. Həmişə yadda saxlayırıq. Düşən şüa ilə normal arasındakı bucağa biz düşmə bucağı deyirik, alfa ilə işarə edirik. Normalla qayıdan şüa arasındakı bucağa isə qayıtma bucağı deyirik və onu beta ilə işarə edirik. Həmişə bu bucaqları biz nə ilə təyin etməliyik? Səthin normalı ilə. Əgər desək ki, qayıdan şüa ilə səth arasındakı dərəcə 30 dərəcə bucaq əmələ gətirir, onda bizim betamız nəyə bərabər olacaq? 60-a bərabər olmuş olacaq. Sadəcə sözlərə diqqət etmək lazımdır.
Bir də onu da qeyd eləyək ki, qayıtmada işığın dalğa uzunluğu. Bax, qayıtmada dalğa uzunluğudur, tezliyidir, sürət, rəng, enerji, impuls. Heç biri dəyişmir. Hamısı neyinir? Sabit qalır. Mütləq şəkildə bunlar sabit qalırlar. Və bunu öyrənmək önəmlidir. İşığın qayıtma qanunu. Ümumiyyətlə, qayıtma qanunu nə deməkdir? Qayıtma qanununda sadəcə olaraq önəmli olan bir dənə cümlə var ki, beta alfaya bərabərdir. Qurtardı, getdi. Düşmə bucağı qayıtma bucağına bərabərdir. Düşmə bucağı nə qədər olarsa, qayıtma bucağı da o qədər olacaq. Əgər işıq şüasını normala alfa qədər yaxınlaşdırsaq, qayıdan şüa da eyni ilə normala alfa qədər yaxınlaşmış olacaq. Çünki həmin bucaqlar bir-birinə nədir? Bərabərdirlər. Nə qədər yaxınlaşdırmışamsa, digəri də yaxınlaşmış olur. Və burada bir şərtimiz var ki, güzgü tərpənməməlidir. Güzgü olduğu kimi yerində qalsın sadəcə olaraq. Sonra burada bir əlavə qeydimiz var ki, əgər alfa qədər döndərsək, digəri də alfa qədər dönəcək. Yəni bu yenə də qayıtma qanununun təsdiqidir. Alfa betaya bərabərdir. Yəni onların ikisinə də alfa qədər deyə bilərik. Şu an üzərində geri qayıtması məsələsi isə normala paralel. Əgər səthə perpendikulyar düşsə, səthə perpendikulyar amma normalın özünə paralel bir şüa olsa, bu zaman nə olur? Yenə də əks istiqamətdə qayıtmış olur. Onda alfa ilə beta 0 dərəcəyə bərabər olur. Elə belə düşmüşdü, belə də qayıtdı. Sonra üçüncü qanuna keçməmişdən əvvəl, üçüncü qanun dedik ki, işığın sınma qanunudur. Biz hələ ki qayıtma qanununu tam başa düşək. Biz qayıtma qanununu müstəvi güzgülərdə baxaq. Yadda saxlayır uşaqlar. Müstəvi güzgüdə cismin həm cisim məsafəsi olacaq, həm xəyal məsafəsi olacaq. Məsələn, bu güzgünü, bu da bir cismimizdir. Bu cismin xəyalı harda alınacaq? Yadda saxlayır uşaqlar. Bax, görürsünüz, deməli, hər bir hissədən bir dənə şüa göndəririk. Həmin şüalarda necə dəyibsə, hansı bucaq altında dəyibsə, o formada qayıdacaq və onun uzantısı arxa tərəfdə nə edəcək? Cismin xəyalını əmələ gətirmiş olacaq. Bundan əlavə, heç bir çətinliyə özünüzü salmırsınız, yadda saxlayırsınız uşaqlar. Ən önəmli məsələ nədir? Cisim özü necə yerləşibsə güzgüdən, xəyalı da onun əks istiqamətdə o formada yerləşəcək. Fikir verin. Yəni bu cisim belə yerləşsəydi, bu tərəfdə də eyni şəkildə xəyalı alınacaqdı. Ya belə olsaydı, onda bu tərəfdə də eyni məsafədə xəyalı o formada alınacaqdı. Yəni burada çətin bir şey yoxdur. Sadəcə şəkil biraz qarışıq görünə bilər, amma heç bir çətinlik yoxdur. Sadəcə o bilməyiniz lazım olan şey nədir? Uşaqlar, bax, cisim buradadır. Xəyalda burada. Görürsünüz, eyni qədər məsafədə alınıb. Cisim məsafəsinə biz D deyirik, xəyal məsafəsinə isə F deyirik. Amma yekunda nə olacaq? F ilə D-miz yenə də nədir? Bir-birinə bərabərdir. Sadəcə o məsələ nədən ibarətdir? Cisimdən çıxan şüalar gedir müstəviyə dəyir və orada nə edir? Qayıdır. Lakin onların kölgəsi, daha doğrusu uzantıları arxa hissədə nə yaradır? Müəyyən bir xəyal yaratmış olur. Bu xəyal haqqında danışsaq, deyirik ki, xəyal mövhümüdür. Birincisi, mövhüm olmaq nə deməkdir? Uzantı kəsişirsə, bundan sonra linzalarda da belə olacaq. Uzantı kəsişirsə, mövhümüdür. Xəyal düzünədir. Həqiqətən də necə alınıbsa o formadadır, düz formadadır. Ölçüsü cismin ölçüsünə bərabərdir və simmetrikdir. Hansı formadadırsa digər tərəfdə eyni formadadır. Bir də onu da qeyd edeyim ki, əgər cisim güzgüdən müəyyən bir sürətlə uzaqlaşır və yaxud da yaxınlaşırsa, xəyalı da eyni sürətlə ya uzaqlaşacaq, ya yaxınlaşacaq. Biz orada nisbi sürət hesablayacaq. Bilirik ki, nisbi sürətdə eyni istiqamətdə çıxılırdı, əks istiqamətdə toplanırdı. Uşaqlar, bir də şeyə diqqət etmək lazımdır ki, yaxşı, bu qədər məlumat bizim necə ağlımızda qalacaq? Mövhümüdür, düzünədir, ölçüsünə bərabərdir. Uşaqlar, bu müstəvi güzgü deyil. Yəni bu bizim adicə baxdığımız güzgüdə. Oradan yadınızda saxlaya bilərsiniz. Biz güzgüdə özümüzü böyüdülmüş, kiçildilmiş görmürük ki, adi güzgüdə. Deməli, özümüz boyda görürük özümüzü. Düzünə görürük, tərsə görmürük ki, tam düzünə görürük. Özümüz kimi görürük, eyni ölçüdə görürük. Sadəcə o mövhümü sözünü bir dənə oradan yadda saxlayırsınız ki, təbii ki, bu gəlir bura, dəydi, qayıtdı. Arxada onun necə yarana bilər, onun xəyalı? Deməli, onun uzantısı yaradır. Uzantı sözündə görən kimi bilirsiniz ki, bu mövhümü olmalıdır. Cisimlə onun xəyalı arasındakı məsafəni tapanda isə biz D plus F yazırıq, onu 2D'yə və yaxud da 2F-ə də bərabər eləmək mümkündür. Şu an müstəvi güzgüdə görmə sahəsini tapmaq önəmlidir. Bu sahəni necə tapırıq? Yadda saxlayın. Şöyle bu gözdür.
buradadır. Bizim güzgümüz buradadır. Nə edirik? Gözdən cismin bir ucuna da şüa göndəririk. Digər ucuna da şüa göndəririk. Önəmli olan nədir? Sonra baxın, şüa necə gəlib? 2 dama aşağı, bunu fərqliylə göstərim. 2 dama aşağı, bir dama bu tərəfə gəlib. Düzdür? Onda bu qaydanda da nə etməlidir? Bir dama bu tərəfə getməlidir, 2 dama yuxarı getməlidir. Baxın, həqiqətən də bunun qayıtması bu şəkildə oldu. Gəlin ikinciyə baxaq. Şöyle fikir verin. 3 dama sola, 2 dama aşağı gəlib. Onda bu nə etməlidir? Yenə də 3 dama bu tərəfə getməlidir, 2 dama da aşağı buradan bu istiqamətdə. Həqiqətən də bunun bax şüası bu istiqamətdə alındı. Bayaqçı belə idi. İndi isə bu formada. Onda bizim görünüş sahəsi har oldu. Bax bu mavi hissələrimiz bizim görünüş sahəmiz oldu. Burada sadəcə kvadratları yoxdur. Amma yenə də bir istiqamətdə göndərib həmin bucaq altında qaytarıb geri. Bir ucuna göndərib həmin bucaq altını nə edib? Geri qaytarıb. İndi isə uşaqlar 3-cü başlığımızdan danışaq. İşığın sınması hadisəsi. İşığın sınması hadisəsi nə deməkdir? Bu bizim müstəvi səthimizdir. Düşən işıq bir mühitdən digər mühitə keçərsə artıq sınacaq. Normalımız öz yerində qalsın. Bu normal. Sonra bir mühitdən digər mühitə keçəndə sınma baş verirsə, deməli həmin o alfa ilə beta bir-birinə bərabər olmayacaq. Çünki mühitlərin sındırma əmsalları bir-birindən fərqlidir axı. Bayaq qayıtmada eyni mühitə qayıdırdı deyə sındırma əmsalları eyni idi, eyni mühitdə. Ona görə də bucaqlar bərabər olurdu. Amma burada bir mühitdən digərinə keçmək varsa, deməli bir mühitin sındırma əmsalı başqa olacaq. Digər mühitin sındırma əmsalı isə tam başqa olacaq. Onda biz necə yadda saxlayırıq uşaqlar? Yadda saxlayın. Əgər birinci mühitin sındırma əmsalı M1 böyüdürsə N2-dən, yəni burada sanki bu cisim nə edəcək? Sındırma əmsalı az olan hissəyə keçəcək. Biz demişdik ki, az olanda bu nə edəcək? Normalda gedəcəyi istiqamətdə nə edəcək? Yuxarıda olacaq. Amma azdan çoxa keçəndə, azdan çoxa, biz bunu belə yadda saxlayırdıq ki, sanki ağacın budağı idi. Burada sanki hava ağırlıq elədiyinə görə qırılırdı, nə edirdi? Aşağı düşürdü, normala yaxınlaşırdı. Çoxdan aza keçəndə isə yuxarı qalxacaq. Bir dənə bunu diqqətli yadda saxlamaq lazımdır. Bu zaman işığın sınma qanununa biz baxsaq, nə deyə bilərik? Sınma qanunu ondan ibarətdir ki, uşaqlar, biz dedik ki, deməli, sındırma əmsalı ilə mühitin sındırma əmsalı ilə bucaq necə asılı oldu bir-birindən? Tərs mütənasib asılı oldu. Sinus alfa bölünsün beta, N2 bölünsün M1 yaza bilərik. Uşaqlar, burada belə bir qeydimiz var ki, sınma zamanı deyir işığın dalğa uzunluğu, sürəti, impulsu dəyişir, tezlik, rəng və enerjisi sabit qalır. Bu nə deməkdir? Uşaqlar, bayaq heç biri dəyişmirdi. Səbəbi oydu ki, eyni bir mühitdə qalırdı. Amma indi mühit dəyişdi. Mühit dəyişəndə biz bilirik ki, dalğa uzunluğu mütləq şəkildə dəyişəcək. Bəs sürət impulsu necə olur? Sürətlə impuls da məhz dalğa uzunluğundan düz mütənasib asılı olduğuna görə onlar da eyni şəkildə dəyişəcək. Amma tezlik perioddur. Bunlar heç biri dəyişməmiş qalacaq. Burada aşağıda nümunələrə də baxsaq görərik ki, həqiqətən də sındırma əmsalı ilə bucaqlar bir-birinə necə tərs mütənasib asılıdırlar. 3 dənə də mühit versə, yenə də tərs mütənasib asılılıq öz əksini tapacaq. Yaxşı, soruşa bilərsiniz ki, bəs işıq şüası istiqamətini sınandan sonra dəyişməyə bilərmi? Bəli, dəyişməyə bilər. Bu o zaman baş verir ki, onda gərək onun sındırma əmsalları ikisi də bərabər olsun. Mühitlərin sındırma əmsalları mütləq şəkildə bərabər olsun. Ya da ki, mühitə perpendikulyar olaraq, yəni 0 dərəcə bucaq altında düşsün. Uşaqlar, tam daxili qayıtma haqqında danışsaq, nə deyə bilərik? Tam daxili qayıtma odur ki, İşıq elə bir alfa 0 bucaq altında düşə bilər ki, bu zaman onun yayılma istiqaməti səthin normalına perpendikulyar yayılsın. Bu zaman biz deyirik ki, işığın tam daxili qayıtma hadisəsi baş verib.
Tam daxili qayıtmanın limit bucağını tapanda sinus alfa 0 bölünsün sinus 90 dərəcə yazırıq. O da bərabərdir n2 bölünsün n1. Onda 90 dərəcənin yerinə sinus 90 dərəcənin yerinə 1 yazsaq, sinus alfamız bərabərdir n2 bölünsün n1. Biz buna limit bucağı deyirik. Limit bucağı 1 bölünsün n-ə bərabərdir. Uşaqlar, tam daxili qayıtmanın özünün şərti var. Sındırma əmsalı çox olan mühitdən az olan mühitə keçməlidir. Limit bucağından böyük bucaq altında keçməlidir. Bax, bu iki cümləni mütləq şəkildə yadda saxlamağımız vacibdir. Deməli, tam daxili qayıtmanın baş verməsi üçün mütləq şəkildə cisim sındırma əmsalı çoxdan aza keçməlidir. Bir də limit bucağından böyük olan bucaq altına düşməlidir. Uşaqlar, işıqötmənin iş prinsipi də tam daxili qayıtma qanununa əsaslanır. Hovuzlarda, yan divarlarda aydın şəkildə görünməsi tam daxili qayıtmaya əsaslanır.